Qışa acı biber turşusunu bu üsulla hazırlasanız əziyyəti az olacaq, ləzzəti isə möhtəşəm. Xırtıltısını əsla itirməyən bu turşunu gəlin birlikdə hazırlayaq. Acı biberləri tərtəmiz yuyub baş hissələrini kəsib üzərində bıçaqla 1-2 yerdən dəliklər açırıq. Yuduğumuz bankaların içərisinə dəfnə yarpağı, dənəvər, istiyot, 2 diş sarımsaq və acı biberləri sıx şəkildə əlavə edirik. Daha sonra bankaların üzərinə qaynar su əlavə edərək qapağını bağlayırıq, təxmini 10 dəqiqə müddətində bu formada saxlayırıq. Bu prosesi bir dəfə təkrarlamağınız kifayət edir. Beləliklə biberlər çox acıdırsa, həm biraz acılığını götürür, həm də biberlərin qazını çıxardır. Daha sonra həmin suyu bir qaba süzürük. Hər bankaya bir dolu olmayan xörək qaşığı duz, 1 çay qaşığı şəkər tozu əlavə edirik. Üzərinə təkrardan qaynar suyu əlavə edərək son olaraq 1 çay qaşığı ilk sos da əlavə edirik. Qapağını möhkəm şəkildə sıxaraq videoda göründüyü halda aşağı-yuxarı hərəkətlər edərək daha sonra baş-aşağı çeviririk. Turşuların ləzzətli alınmasını istəyirsinizsə bu üsulu siz də mütləq sınayın. Hələlik!